Salam dostlar, necəsiniz? Yeni videomuza xoş gəlmisiniz. Düşdüm, göyərti aldım. Gəldim, bunu qoymuşam suya. Biraz torpağı var idi. Yudum qoydum suya, biraz suda qalsın. Sonra bundan qatıqlı ıspanak düzəldəcəm. Bunları da birazdan yuyacağım. Bu qabda yumaq daha rahat olur. Ona görə saxlamışam. Bir də yəqin kısır hazırlayacağım. Zeytun yağını da artıq hər gün içirəm. Anamdan tarifi tam dəqiqliyi ilə öyrəndim. Bir xörək qaşığı zeytun yağına, bir xörək qaşığı limon sıxıb səhərlər heç nə yemədən içirsiniz. Ondan sonra heç su da içməyin. Bir müddət eləyəcəm. İnşallah bir xeyri olar. Bu səmənim biraz quruyubdu. Ona görə sprey ilə vurmadım. Biraz su tökdüm dibinə. Belə qalsın. Birazdan suyunu boşaldacağım. Artıq böyüyür səmənimiz. Ana getdi musiqiyə. Fatimə onlayn dərsdə idi. Bitdi dərsi. İndi dincəlir. Mən də istəyirəm pəncərəni silim. Buranın pəncərəsini silim. Təmiz olsun. Artıq hava qəşəngdir. Adam istəyir tez-tez pəncərəni açsın. Uşaqların əl izləri. Yağış yağdı, qar yağdı. Çirklənibdir. Əsas adam, bilmirəm sizdə necədir. Kuxnada çox olduğuna görə mən əsasən kuxnanın pəncərəsinin təmiz olmağını sevirəm. Böyük otağın pəncərəsi biraz böyükdür deyə silmək təhlükəlidir. Biz 3-cü mərtəbədə qalırıq. Ona görə də tez-tez silmirəm oranı. Amma bura hasanddır. Tez siləcəm. Torunu yuyacam. Biraz evlərə əl gəzdirim. Birazdan Fatimə məktəbə gedəcək. Onu aparacam. Yeməyimiz var. Yemək etməyəcəm. Belə başlayaq. İndi buranı yığışdıraq. Pərdələr çıxardım. Atım tez yuyulsun. Bu pərdə ütü istəmir. Ona görə yuyub elə asıram üstünə. Burada cana quruyur. Domestos'ta su hazırladım. Cam sil var. Bu bezlər Slipinin işlətdiyim təmizlik bezləridir. Qalın olduğuna görə, yəni ikinci dəfə, üçüncü dəfə istifadə etmək olar. Ona görə də mən istifadə etdikdən sonra atmıram, yuyuram, saxlayıram. Pəncərə siləndə, nə bilim, nəsə töküb yerə, onları siləndə istifadə edirəm. Siz də istifadə edə bilərsiniz.
Pəncərə təmizləndi şükür. Bu pərdəni yuyanda iki yerdən belə bağlayıram ki, dolaşmasın. Bu püskülləri çox dolaşır, belə hiç-hiçə girir, dağılır. Ona görə çarə olaraq tapmışam ki, elə edəndə rahat açılır. İndi keçək böyük otağa. Uşaqlar bayram pançasını dağıtdım. Bunları yığım. Gələn dəfə təşər hazırlayarıq inşallah. Çərəz qabında aşılar qalsın, uşaqlar yeyib. Qoyuram, yuxuna yapıram.
Deməli Fatiməni qoydum, gəldim, işlərimi bitirdim, şükür Allaha. İndi canlıda istəyirəm salatlarımı hazırlayım. Göyərtini yudum qoydum, suyu çəkilsin. Bunu qısıra vuracam. Çeşni şüyüd, petruşkaydı. Bilməm, bayaq demişdim, deməmişdim. İspanağı isə doğrayacam. Suyu çəkilənə kimi qaynadacam. Bulgurumu da çıxartmışam. Bunların hazır olandan sonra sizlərlə də bölüşəcəm. Canlı yayımı bitirdim. Bunlar istiydi deyə hamısını birləşdirə bilmədim. Qısırım hazırdır. Artıq soyuyub. İndi sizlərlə birlikdə edək. Qatığın üzərinə bu suyunu çəkdirdiyim ispanaqları əlavə edirəm. Duz az əlavə edin. Çünki ıspanaq duzu çox sevmir. Duzu çox olur bəzən. Hazırdır. Qatığı lap çox etmədim. İstəyən biraz da qatıq əlavə edə bilər. Bu qədər yaxşıdır. İndi bunu qoyum xəlcənkə. Keçək qısıra. Biraz duz əlavə edirəm. Biraz da pul biber əlavə edəcəm. Qısıra məncə adı qəşəngdir. İndi bunu qarışdırın. Kahı və göyərtilər doğramışam. Xoşu gələn göy soğan da doğraya bilər. Mən soğanı belə yeyə bilmirəm, mədəm ağrır. Ona görə həmişə bişirirəm. Üzərinə əlavə etdim. Bir ədəd limonun suyunu əlavə edirəm. Nar şərab. Biraz çox yoğursaq daha yaxşı olar. Olmadı. Əlinizdə sıxıb qoya bilərsiniz. Yaxşı tutduğu dəfə ki, keçən dəfə anarla bir yerdə eləmişdik. Anar öz tarifinə görə elədi. Ona görə biraz sulu çıxmışdı.
Bu da qısırımızın son halı. Bol göyərtili. Yəqin ki, türklər kimi çox da qəşəng etməsək də, ən azından görüb öyrəndiyimizi edirik. Bugünlük də bizdən bu qədər olsun. İnşallah gələn videolarda görüşərik. Sağ olun, özünüzə yaxşı baxın.